İllərdir kərə yağının orqanizmdə xolesterini yüksəltməsindən və bununla da hipertoniya, iflic, infarkt xəstəliklərinin yaranması haqqında məlumatlar alırıq. Elm adamlarının araşdırmalarına görə isə kərə yağı orqanizmdə gündəlik lazımi miqdarda qəbul olunarsa, bir sıra xəstəliklərin qarşısını almaq mümkündür. Kərə yağının olduqca qidalandırıcı, orqanizmə xeyirli tərkibi var. Kalsium, fosfor, dəmir, müxtəlif adda vitaminlərlə bol olan bu yağ xüsusilə A vitamini mənbəyi sayıla bilər. Antibakterial təsirə malikdir. Yod ilə zəngindir. Tərkibində linol turşusu olduğu üçün iltihab, allergiya və xərçəngə qarşı ən güclü qoruyucu vasitədir. Bütün bu qeydləri göstərən Kanadalı elm adamı Albert Universitetinin professoru Spencer Proctor kərə yağının ürək-damar xəstəliyi riskini artırdığını deyil, əksinə azaltdığını, şəkər xəstəliyi və piyələnmənin müalicəsi zamanı həkimə yardımcı olduğunu bildirir. Alimin qeydlərinə görə, bugünə qədər kərə yağı haqqında insanlarda yanlış təəssürat yaradılıb. Onun xeyirli tərəflərini açıqlamaqla bir çox xəstəliklərə yardım etmək olar. Ancaq o bunları da qeyd edib ki, əgər kərə yağının bütün müsbət xüsusiyyətləri ilə bərabər ondan istifadə zamanı qəbul etdiyimiz yağı enerji olaraq yandıra bilmiriksə, o zaman orqanizmdə müəyyən problemlər yarana bilər.